Adam ərini ortaya çıxarda bilirsə, deməli bu onun əridir. Düzdürmü? Amma kim ki çıxarda bilmir canım, o onun əri deyil. Bax orada corab məsələsindən danışır. Ofeliya xanımın çox güclü sənəti var. Ofeliya xanımı sənətlə bağlı efirlər dəvət etdikdə, efirlərə şou lazımdır ki, sənət kimə lazımdır? Gəlin etiraf eləyək ki, dostlar, günahın 50% da sizin üzərinizə düşür. Ona görə ki, siz efirdə sənətdən söhbət gedəndə baxmırsınız da, düzdür. Ona görə də aparıcılar da başlayırlar, o boyda sənəti var Ofeliya xanımın. Mən bilirəm də, öyrədirlər ki, veriliş başlamamış, bax, sənətlə bağlı bizə sənət zad lazım deyil, gəl corabdan danış, reyting versin məsələn. Onun o boyda sənəti var. Ofeliya ailə dağıtmayıb canım, ailə dağıdan ərini yanında göstərə bilməz. Mən Ofeliyanın vəkili deyiləm. Heç həyatda üz-üzə də gəlməmişik, amma hinduşka ilə kruşkanı səhv salmayın. Bilirsiniz necədir? Siz bizə dəqiqə, məsələn, zaman-zaman mənə də yazırsınız ki, sən kimin ailəsini dağıtmısan? Baxın, əgər Ofeliya xanım ərini üzə çıxarda bilirsə, hamının yanına əri ilə gedib, yəni verilişlər olsun, məkanlar olsun, tədbirlər olsun, bu adam ərini ortaya çıxarda bilirsə, deməli bu onun əridir. Düzdürmü? Amma kim ki çıxarda bilmir canım, o onun əri deyil. Mən Ofeliya xanımın yenə deyirəm, nə vəkili deyiləm, dildə var, dilçəyi də var, hələ məni kimi 5 nəfərin də cavabını verməyə dildə var, dilçəyi də var. O yazıq qıza şər atmayın. Onun əri də var, ailəsi də var. İndi əri bundan əvvəl kimisə alıbsa, boşuyubsa, o onun şəxsi işidir. Sən də get, məsələn, mənə deyirsiniz ki, kimin ailəsini dağıtmısan, balam, sən də gəl mənimkini dağıt görüm. Mən ki, ərimi ortaya çıxarda bilirəm. Boşatdırıb, sən də gəl onunkini boşatdır. Görün, boşatdıra bilirsən. Kişi özü boşuyursa, indi siz hinduşka ilə kruşkanı səhv salmayın. Baxın, bəzisi çıxarda bilmir. Deyir, ərimdir. Bax, odur. Dağıdan odur. Dağıtmaq istəyir. Şantaj edir. Bu adam neyniyib ki? Bu adam, bu kişi bunu, yəni o kimisə boşuyubsa, gəlib bunu alıbsa, bunun da yanındadırsa, bu dağıtmaq deyil, sizi çaşdırıblar, ya da ki, siz deyilsiniz bu. Bunu danışan o abijnik qalan olur, boşanan tərəf. Ya onun adamlardır, ya da bicdoğanlar özlərinə kölkös artlayırlar, biləsiniz. Elə, saçlar super əşməm, özümü bəyəndirmək vaxtım deyil. Məni alan alıb allanıb, satan satıb pullanıb. Bəli, indi mən elə özümdən danışım, heç Ofeliyadan danışmıram. İndi mən bu kişiyə elə gəlmişəm, elə məndən əvvəl də boşuyub da kimsə. Siz nə bilirsiniz, bəlkə 3 ildən sonra da məni boşadı, indi getdi, başqa birini aldı. Hə, indi durum deyim, o aldığı qızdan yapışım ki, eyzə mənim ailəmi dağıdıbsan.